Hər vaxtınız xeyir, obyektiv efirdədir. Bugünkü buraxılışımızda əlilliyi olan şəxslərin inkişafında reabilitasiyanın rolu haqqında danışacağıq. Bu mövzu həm sosial siyasətin, həm də insan həyatının keyfiyyət göstəricilərinin əsas istiqamətlərindən biridir. Reabilitasiya xidmətləri insanların sağlamlıq imkanlarını bərpa etməklə yanaşı, onların gündəlik həyat fəaliyyətinə daha rahat qoşulmasına, sosial mühitdə özlərini daha güvənli hiss etməsinə şərait yaradır. Bu xidmətlər əlbəttə hər kəs üçün fərqli istiqamətlər üzrə fərdi qaydada təşkil olunur. Və əlbəttə ki, bugünkü mövzumuzu müzakirə edəcək qonağımız var. Lakin qonağımıza keçmədən öncə ənənəvi olaraq sosial sahədə gündəmi izləmək üçün Dost TV-yə bağlanırıq. Salam Əsmər, buyurun, söz sizdədir. Salam, hər vaxtınız xeyir olsun Fidan. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə yenidən qarşınızdayıq. Prezident İlham Əliyevin 23 iyun 2026-cı il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş nazirlik əməkdaşlarına vəsiqə və medalların təqdim edilməsi tədbiri keçirilib. Nazir Anar Əliyev dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya, qurumun əməkdaşlarının əməyini yüksək dəyərləndirdiyinə görə minnətdarlığını bildirib. Təltif edilən əməkdaşlara bu münasibətlə təbrik edib. Təltif olunmuş əməkdaşlara vəsiqələr və medallar təqdim edilib. Onlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarım ilində 22.552 uşağa reabilitasiya xidmətləri göstərilib. Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 sayılı uşaq reabilitasiya mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı uşaq reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti benefisiar qəbulu keçirilib. Mərkəzin qiymətləndirmə komissiyası tərəfindən həssas əhali qruplarına aid 20 vətəndaşın yaradıcı potensialı qiymətləndirilib və onlardan 16-sı müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb olunub. Qeyd edək ki, mərkəzdə əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də az təminatlı ailələrin üzvlərinin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və inkişafına dəstək göstərilir. Nazirliyin elektron xidmətlərinə 2026-cı ilin yanvar-iyun aylarında 3,9 milyon müraciət edilib. Qeyd edilən dövrdə 143 min təyinat infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 389 min elektron arayış verilib. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracağım xəbərlər bu qədər. Diqqətiniz Real TV-də olsun, obyektiv öz işinə davam edir. Hələlik. Təşəkkür edirik Əsmər. Xatırladım ki, bizimlə bağlantıda Dost TV-dən həmkarım Əsmər Nəcməddin qızı idi. O, sosial sahədə görülən işlər barədə bizə məlumatı təqdim etdi. Mövzunu isə Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədovla müzakirə edəcək. Vüqar müəllim, xoş gördük sizi. Təşəkkür edirəm. Çox sağ olun. İlk olaraq elə reabilitasiya xidmətlərinin təsirindən başlamaq istəyirəm. Ümumiyyətlə, ölkəmizdə əlilliyi olan şəxslər üçün göstərilən reabilitasiya xidmətləri və onların əhəmiyyəti barədə danışaq. Reabilitasiya dedikdə ümumiyyətlə nə başa düşürük? Çox sağ olun sualınıza görə və sualınızın sonundan başlamaq istəyirəm ki, reabilitasiya dedikdə nə başa düşülür? Çünki reabilitasiya heç də xəstəlikdən sonra müalicə və yaxud bərpa deyil. Bu daha çox insanın potensialını, fiziki imkanlarını bərpa eləməklə onu müstəqil həyata qaytarmaq deməkdir. Ona görə bu nöqteyi nəzərdən reabilitasiya əlilliyi olan şəxslər üçün daha böyük önəm daşıyır. Respublikamızda 500 mindən çox əlilliyi olan insanlar ki var, onların hər biri dövlət hesabına, reabilitasiya mərkəzlərimizdə dövlət hesabına pulsuz şəkildə həm stasionar, həm ambulator xidmətlərdən faydalana bilər. Bunlardan əlavə olaraq psixoloji, sosial psixoloji, deməli, alternativ reabilitasiya xidmətlərindən də faydalana bilər ki, onlar haqqında bugün ətraflı söhbət edə biləcəyik. Bəs reabilitasiya mərkəzlərində hansı kateqoriyadan olan şəxslərə xidmət göstərilir və ailələr bu xidmətdən yararlanmaq üçün necə müraciət etməlidirlər? Hal-hazırda Nazirliyimizin tabeliyində olan reabilitasiya mərkəzlərində yalnız rəsmi qaydada əlilliyin təsdiq edilmiş şəxslər faydalana bilər və ailələrin müraciəti üçün həm tibbi sosial ekspert komissiyalarına, həm də dost mərkəzlərinə müraciət etməklə
təyinatını alıb istənilən mərkəzə qeydiyyat düşüb xidmətləri ala bilərlər. Ailələrə tövsiyə üçün onu bildirim ki, DOST xidmətinin 142 sayılı qaynar xəttinə zəng eləməklə də istənilən məlumat əldə olunur. 50 il təyinatından sonra hər bir vətəndaş 10 gün ərzində məlumat alır elektron qaydada ki, müraciət edib reabilitasiya vasitələrindən və reabilitasiya xidmətlərindən istifadə etmək üçün tibbi sosial ekspertiza komissiyasından əlaqə saxlaya bilərlər. Ən asan yolu budur. Reabilitasiya mərkəzinə qəbul olunan vətəndaşa özəl proqramlar hazırlanırmı? Yəni fərdi proqramlar hazırlanırmı? Ümumiyyətlə o proses necə təşkil olunur? Şübhəsiz, reabilitasiyanın əsas fəlsəfəsi odur ki, ehtiyaclar üzərində fərdi qaydada yanaşma vacibdir. Ona görə ki, hər bir insanın ehtiyacları fərqli ola bilər. Əlilliyi olan insanlar haqqında da söhbət getdikdə biz əlilliyə fokus yox, insana fokuslaşmış oluruq. Onun ehtiyaclarına, onun fiziki durumuna, onun reabilitasiya potensialına, məişət və yaşadığı mühitə. Çünki bu göstəricilərə görə bütün insanlarda vəziyyət fərqli olacaqdır. Ona görə də hər birində də o fərdi reabilitasiya yanaşması gözlənilməlidir. Fərdi reabilitasiya proqramının başlanğıcı tibbi sosial ekspert komissiyasında tibbi ekspertlərimiz tərəfindən başlanılsa da, sonra bu multidisiplinar komandanın iştirakı ilə davam etməkdə olur. O multidisiplinar komandaya tək həkim reabilitoloq yox, müxtəlif sahələrin mütəxəssisləri daxildir. Psixoloqlar, sosial işçilər, ergoterapevtlər, yəni əmək terapevtləri, müalicə bədən terapiyası üzrə mütəxəssislər ki, fizioterapistlər deyirlər bunlar. Bunların vahid bir komanda şəklində həm başlanğıc mərhələsində, həm də reabilitasiya dövründə iştirakı mütləqdir. Ümumiyyətlə, reabilitasiya haqqında onu demək lazımdır ki, əlbəttə ki, diaqnoz çox önəmlidir. Lakin reabilitasiya işini diaqnoz ətrafında yox, insan ətrafında qurmaq lazım. Onun ehtiyacları ətrafında. Ona görə də reabilitasiya anlamını biraz da genişləndirmək üçün onu deməliyik ki, burada tibbi reabilitasiya ilə yanaşı sosial, psixoloji, pedaqoji, əmək peşə tədbirləri də, müdaxilələri də vacibdir ki, reabilitasiya tək bir istiqamətdə yox, bir çox istiqamətdə olan müdaxilələrin bir kompleksidir. O kompleksin də icrasında bu multidisiplinar komanda ki, hər bir müəssisəmizdə də mövcuddur, fərd üzərində, onun ehtiyacları üzərində çalışmaqdadır. Bəli, siz istiqamətləri qeyd etdiniz. Qeyd etdiyiniz kimi komandanın üzvləri artıq orada dəstək göstərilə belə deyək insanların, vətəndaşların sağlamlığına. Bəs onların funksiyaları tam olaraq nədən ibarətdir? Hərənin öz funksional istiqaməti var. Məsələn, xidmətlərin əgər xırdalasaq, bu tibbi reabilitasiya istiqamətini götürsək, onun elə özündə bir neçə istiqamətdə təyinatları gedir. Psixologiya sahəsində psixoloji yanaşmalar, loqoped xidmətləridir. Ergoterapevt, yəni əmək terapevtləri o gündəlik həyatda gündəlik bacarıqların inkişafı üzrə çalışan mütəxəssislərdir. Müalicə bədən terapevtləri daha çox hərəkətlilik, əzələ gücünün inkişafı artırılmasıdır. Peşə əmək sahəsində özünün mütəxəssisləri var. Yəni, hərəsi öz istiqamətində öz qatqılarını verir və xidmətin növündən asılı olaraq, əgər stasionar xidmətdirsə, bu deməli, təxminən 2 həftə müddətində mərkəz daxilində, ambulator xidmətdirsə, gəlib getməklə gün ərzində bu xidmətlər göstərilir və elə xidmətlər də var ki, bu son illərdə xüsusi inkişaf edir. Bu, şəhərdəki olan o trafik məsələlərini nəzər almaqla çox inkişaf edən istiqamətimiz telereabilitasiyadır ki, bugün onlayn metodlarla, müxtəlif belə deyək, müasir metodlarla həm psixoloji xidmətlər, həm digər xidmətləri onlayn qaydada da əməkdaşlarımız təqdim edə bilər. Eyni zamanda son illərdə biz əlçatanlığını inkişaf etmək üçün müxtəlif yeni alternativ xidmətlər də təklif edirik ki, gəlib getməkdə çətinlikləri olan, nəqliyyat problemləri olan, müəyyən maddi çətinlikləri olan insanlara kömək məqsədi ilə, məsəl üçün, yeni layihələrdən Rehabas, yəni reabilitasiya avtobusu layihəsidir ki, müxtəlif coğrafi regionlarda hal-hazırda 2 dənə
regionda artıq bu son illərdə fəaliyyət göstərir. 22-ci ildən Bakı Sumqayıt zonasında və keçən ildən Şəmkir Gəncə zonasında nəzərdə tutmuşuq ki, bu ilin sonundan Qəbələ və sonradan Xaçmaz Quba zonasına bu reabilitasiya avtobusudur ki, ehtiyacı olan insanların və sadaladığım çətinliklər rastlaşan insanların müəyyən edilmiş deməli yerlərdən götürüb reabilitasiya mərkəzlərinə çatdırılmaqla, ambulator xidmətlərin göstərilməsi ilə sonra evinə qaytarılmaqla bu xidmətləri göstərsin. Buna oxşar keçən ildən yeni bir xidmətimiz reha transferdir ki, o da birinci qrup əlilliyi olan insanlara aiddir ki, ya müşahidə edən adamı yoxdursa və yaxud nəqliyyat problemi varsa, mərkəzə əlçatanlığı çatmırsa, o bu halda da ya tibbi sosial ekspertiz komissiyasına, ya mərkəzimizə, ya 142 xəttə zəng eləməklə bunu deməli müraciət edir. Bunlar araşdırılandan sonra, təsdiq ediləndən sonra onun mərkəzə çatdırılması və geri qaytarılması, müalicədən, stasionar müalicədən sonra geri qaytarılması təmin edilir. Yəni bu kimi yeni layihələr də tətbiq etməkdir. Xüsusi kateqoriyalı, məsəl üçün, eşitmə və yaxud nitq qüsurlu olan insanlar üçün surdo layihəsi, surdo tərcümə layihəsi keçən ildən fəaliyyət göstərir ki, Sumqayıt Reabilitasiya Mərkəzinin bazasında orada bu cür çətinliyi olan insanların üçüncü tərəflərlə ünsiyyətinin təşkil edilməsi üçün Səsiniz Olaq layihəsi altında biz onlarla dünya ilə kommunikasiyanı təmin edirik. Yəni bu yeni layihələrdir. Onların hər biri ətrafında söhbət edə bilərik, marağınız olarsa. Yəni həm ənənəvi xidmət növləri, həm də yeni növlər və yeni növlər gəldikcə yeni peşə sahiblərinə də ehtiyacımız əmələ gəlir və biz də onlara uyğun olaraq cavab verməyə hazırlaşırıq. Vüqar müəllim, bu məqamda bir ara vermək istəyirəm. Bir məlumatımız var. Sosial Xidmətlər Agentliyi cari ilin birinci yarısında 7424 şəxsi 297.000 reabilitasiya vasitəsilə təmin edib və bu haqda bizim bir süjetimiz var. Gəlin bərabər onu izləyək, sonra müzakirəmizə davam edəcəyik. Buyurun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində bu ilin birinci yarısında 22.552 uşağa reabilitasiya xidmətləri göstərilib. Onlardan əlilliyi olan 1089 uşaq stasionar, 13.240 uşaq ambulator, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Bu kateqoriyaya aid uşaqlar Nazirliyin Bakıda yerləşən 1 və 2 saylı uşaq reabilitasiya mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı uşaq reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cari ilin birinci yarımilliyində əlilliyi olan 7424 şəxsi 297.000 reabilitasiya vasitəsi ilə təmin edib. Qeyd olunan reabilitasiya vasitələrindən 666-sı təkərli oturacaq, o cümlədən 18-i mühərrikli təkərli oturacaq, 1133-ü aşağı və yuxarı ətraf protezi, 1805-i əssa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3880 cüt protez və ortopedik ayaqqabı, 608 eşitmə aparatı, 127 korset və sair reabilitasiya vasitələri təqdim olunub. Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin protez, ortopedik istehsalat və reabilitasiya mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub. Bəli, əziz tamaşaçılar, obyektivi izləyirsiniz. Əlilliyi olan şəxslərin inkişafında reabilitasiya vasitələrinin dəstəyi haqqında və rolu haqqında danışırıq. Vüqar müəllim, ümumiyyətlə reabilitasiya vasitələri ilə təminat necə aparılır? Təşəkkür edirəm bu suala görə, çünki bu reabilitasiyanın çox vacib bir tərkib hissəsidir. Reabilitasiya vasitələri və yaxud müasir dildə indi köməkçi texnologiyalar qeyd edirlər. Onların təminatı insanların itirilmiş müəyyən funksiyalarını bərpa etmək məqsədi ilə istifadə edilən vasitələrdir. Və onların təminatı 2020-ci ildən dövlət hesabına əlilliyi olan şəxslərə təyin edilən vasitələr siyahısı. Əvvəlcə o siyahıda 33 addan ibarət bir vasitələrin siyahısı vardı. Ondan sonra
bu siyahı 57-yə artırıldı və 2024-cü ildə həmin siyahıya artıq 130 reabilitasiya vasitəsi daxildir. Və bu artırılma və genişlənmə tək kəmiyyətcə deyil, keyfiyyətcə baş vermişdi və bu haqda da bir-iki kəlmə söz demək istəyirəm ki, 2020-ci ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində bu siyahı həm USD-nin siyahısına uyğunlaşdırılmışdı, həm də bu vaxta qədər dövlət hesabına gətirilib paylanılmayan vasitələr və kateqoriya olan əlilliyi olan şəxsləri əhatə etməyə başlamışdı. Yəni, bu vaxta qədər əgər əsasən yalnız hərəkətlilik sahəsində əngəlli olan, çətinliyi olan insanlara bu vasitələr fayda verirdisə, ilk dəfə olaraq bu siyahı 5 kateqoriya üzrə əlillik blokunu nəzərdə tutur. Hərəkətlilik daxil olmaqla əlavə olaraq görmə, eşitmə, kommunikasiya, özünə qulluq kateqoriyalarda bura əlavə edilmişdi ki, bura bu vaxta qədər, məsəl üçün, daxil olmayan vertikalizatorlardır və digər çoxlu sayda məhsullar var ki, bunlar artıq paylanılmaqdadır və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təyinat olduğu halda, yəni vətəndaşın buna ehtiyacı olduğu halda rəsmiləşdiriləndən sonra vətəndaş bunu əldə edə bilər. Necə paylanılır, necə təmin olunur sualına isə bununla bağlı Tibbi Sosial Ekspertiza Komissiyasının təyinatını almaq lazımdır. O təyinat əsasında tabiçilimizdə olan protez, ortopedik və reabilitasiya, istehsalat və reabilitasiya mərkəzinə müraciət etməklə həmən bu mərkəz, həmən vasitələri ya özü istehsal eləyir, söhbət protez və ortopedik məhsullardan gedir və yaxud da idxal eləyib, onun pulsuz olaraq vətəndaşlara təmin edir. Bu proses mərkəzin həm Bakı, həm də ki, Gəncə filialları vasitəsilə aparılır. O halda ki, vətəndaş özü mərkəzə gəlib onu almaqda çətinlik varsa, o da müraciət əsasında deməli, təşkil olunur ki, səyyar xidmət vasitəsilə o vasitə onun yaşadığı yerə çatdırılır. Bu xidmətdən faydalanmaq üçün yenə də ya Tibbi Sosial Ekspertiza Komissiyasına, ya dost mərkəzlərinə, ya da 142 çağrı mərkəzlərinə müraciət etməklə bu prosesi təşkil etmək mümkündür. Vüqar müəllim, əlbəttə reabilitasiya xidmətləri hər biri önəmlidir, vacibdir. Lakin əgər çeşidləsək, ən vacib olanları hansıdır? Əgər çeşidləsək, ən vacib olanı insanın ehtiyacına görə fərqlənəcəkdir. Çünki hər kəsin fərdi ehtiyacına görə. Bəli, tamamilə doğru. Bilirsiniz, çünki birincisi, əgər reabilitasiyadan söhbət gedəcəksə, bunu bilməliyik ki, reabilitasiya tək əlilliyi olan insan üçün deyil. Reabilitasiya geniş anlamda götürsək, reabilitasiya demək olar ki, hər bir yaşlı insan üçün, 65-dən yuxarı olan insan üçün bu və yaxud digər sahədə reabilitasiya xidmətinə ehtiyacı var. Yəni, biz əgər gündəlik həyatımızda eynəkdən istifadə edirsə, yəni o da bir növ reabilitasiyanın bir növüdür. Çünki artıq zəifləmiş və yaxud itirilən görmə qabiliyyətimizi bərpa eləmək üçün biz bundan istifadə etməyə başlayırıq. Və yaxud yaşlandıqda eşitmə qabiliyyətimiz zəiflədiyi üçün orada eşitmə cihazlarını istifadə etmək artıq bu deməli itirilən funksiyanın bərpa edilməsidir. Lakin reabilitasiyanın biraz da anlamını genişləndirmək üçün biz onu bilməliyik ki, reabilitasiya düzdür. Qısa desək, o itirilməyə məruz qalan funksiyanın bərpasından söhbət gedir. Lakin bunu yalnız belə qəbul etsək də çox dar anlam olacaq. Bugün reabilitasiya dedikdə bu sağlamlığın, o itirilən funksionallığın, funksiyaların bərpası ilə yanaşı fərdin cəmiyyətdə yaşaması üçün və müstəqil yaşaması üçün o şəraitin yaradılmasıdır. Ona görə müasir modellər onu göstərir ki, bugün reabilitasiyada tək fərd üzərində işləmək yox, eyni zamanda da fərdin yaşadığı mühit üzərində də işləmək vacibdir. Hansı mühitdə yaşayır? O mühitdə olan problemə münasibət necədir? Əgər biz əlilliyi olan insanlardan söhbət gedirsə, tək vətəndaşın sağlamlıq potensialını böyütməklə, amma cəmiyyətdə o problemə münasibəti dəyişməməklə çox da reabilitasiyanın uğurlu olmasını biz deyə bilməyəcəyik. Lakin əgər biz götürsək ki, görmə qabiliyyətini itirmiş əlilliyi olan şəxsdən söhbət gedirsə və burada tibbi müdaxilələr artıq faydasızdırsa,
onda deməli tibbi reabilitasiya bu vətəndaş üçün artıq o qədər də anlam daşımayacaq. Ehtiyaclar fərqlidir. O ehtiyaclar əlilliyi olan şəxslərdən danışırıqsa 6 kateqoriya, 6 sahə üzrədir. Görmənin öz ehtiyacları var, eşitmənin ikinci, nitq qabiliyyətində olan çətinliklər, yəni kommunikasiya çətinliyi olan onun ehtiyacları fərqlidir. Özünə qulluq eləmək insan üçün ehtiyac fərqlidir. Hərəkətlilik sahəsində olan problemlər tam başqadır. Dərk etmə sahəsi də 6-cı sahədir ki, dərk etmə məsələsi də problemlər fərqlidir. Yəni, haradasa tip daha qabağa qoya bilərik, haradasa sosial psixolojini irəli çəkə bilərik, haradasa da fokuslaşa bilərik, məsəl üçün, görmə funksiyanın və eşitmə funksiyanın bərpası və yaxud əvəzlənməsi və yaxud dəstəklənməsi nöqteyi nəzərdən xidmətlər ola bilər. Vüqar müəllim, bərpa üçün bəs reabilitasiya müddəti nə qədərdir? Bunu multidisiplinar komanda vətəndaşın mərkəzə müraciəti zamanı müəyyən edir. Fərqli ola bilər, amma ortalama stasionar müalicə üçün 14 günlük bir kurs nəzərdə tutulur. Eyni müddətdə ambulator xidmətlər üçün nəzərdə tutulsa da, o 14 gün xidmət göstəriləndən sonra ay ərzində həftədə bir neçə dəfədə vətəndaşı dəvət edirlər ki, o xidmətlərdən faydalansın. Və onu qeyd edə bilərəm ki, elə xidmətlər də var ki, onlar mütəmadi də gedə bilər. Məsəl üçün, telereabilitasiya xidmətləridir, icma əsaslı xidmətlərdir. Məsəl üçün, digər növ xidmətlər də var ki, alternativ xidmətlərə aiddir. Yoga terapiyasıdır, dans ability, rəqs terapiyasıdır, ipoterapiyadır, atlı terapiya. Onların da müddətləri tam fərqli şəkildə tənzimlənir. Vüqar müəllim, təşəkkür edirəm sizə studiyaya gəlib suallarımızı cavablandırdığınız üçün, fəaliyyətinizdə uğurlar arzulayıram. Çox sağ olun, mən də sizə təşəkkür və uğurlar arzulayıram. Bəli, bugünkü obyektiv müzakirəmizin mövzusu əlilliyi olan şəxslərin inkişafında reabilitasiyanın rolu idi. Bu istiqamətdə görülən işlərlə tanış olduq. İnsanların həyatına birbaşa təsir edən xidmətləri izlədik və reabilitasiya insanların sağlamlıq imkanlarını bərpa etməklə yanaşı, onların gündəlik həyata və cəmiyyətə daha rahat qoşulmasına şərait yaratdığına bir daha əmin olduq. Nəticə etibarilə reabilitasiya həm fərdin, həm də cəmiyyətin inkişafına xidmət edir və bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, sağlam qalın.